Direktim partlayır, dağılır. Hamı deyir, partlayır direktim ki bu özü bir böyük bir poxt. Amma məndə doğrudan yəni partlayır, cırılır, dağılır. Hamıya maraqlıdır ki, bəs görəsən. Çünki hamıya demişdim axı 2 həftəlik gəldim 24-ünə qədər. Nə oldu ki, bu adam gəldi bir günə qayıtdı, heç kebab da yemədi. Adətən mən gələndə gündə kebab, armudlu stəkanda çay, qəşəng. İçəri şəhərdə orada bir dənə sevimli restoranım var. Adı nədir? Allah. Salam Baku. Həmişə orada ikinci mərtəbədə oluram. Hamı deyir ki, nə oldu bir günə belə tez qayıtdım. Timbolidəki Zərdaba da getmək fikrim var idi. 100 illik sonra bəlkə də. Axırıncı dəfə nə bilim 15 il əvvəl falan. Nənəm falan rəhmətə gedəndə olmuşam yoxsa. Amma deyəcəm niyə qayıtdım. Yəni yazanların onsuz da 90% söhbətin nə olduğunu halbuki heç kimə deməmişəm. Yəni yaxın adamlarıma təbii ki demişəm, amma belə Instagramda heç kimə deməmişəm. Amma yazanların 90%-i məsələni tutub deyəcəm və elə bir şeylər deyəcəm ki, yəni dəhşət bir şeylər deyəcəm. Biraz gedim qabağa, biraz bəzi zənglərim var. Onları biraz eləyim. Növbəti dəfə maşını saxlayanda indi onsuz da Hanoverə gəlirəm. Növbəti zapravkada saxlayanda bir dənə də video çəkəcəm. Bir dənə yox, 5-6 dənə video çəkəcəm. Sıfırdan başlayacağam. Mən gəldim Bakıya 12-si axşam Radissonda qalırdım. Kısaca Radissona da çox sağ olsunlar. Çünki 2 həftəlik ödəniş eləmişdim. Əslində bir günə də qayıtdım. Əslində hamısını ləğv eləyə bilərdilər, eləmədilər. Çox sağ olun. 12-si gecəni qaldım. 13-cü səhər başıma bu iş gəldi. Elə 13-cü axşamda getdim. 13-cü axşamda elə getdim. Biraz qabağa gedim. Prosta bir cümləli məsələ deyil. Video çəkəcəm, deyəcəm nə olmuşdu.